Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Üslü funksiyalar dərsini izah edəcəm bu günlərim. Mövzumuzun adı üslü funksiyalardır. Təbii ki, üslü funksiyalarla yaxşı işləyə bilməkdən ötəri biz qüvvətin xassələrinin hər birini yaxşı bilməliyik. Kiçik bir qüvvətin xassələrini bir dənə buradan təkrar eləyək. Deməli, bilirik ki, əgər əsasları eyni olan iki qüvvət bir-birinə vurduqda əsas olduğu kimi qalır və üslər toplanır. Əsasları eyni olan iki qüvvəti bir-birinə böldükdə əsas olduğu kimi qalır. Qüvvət üsləri çıxılır. Əsasları eyni olsun, daha doğrusu əsası eyni olan qüvvəti qüvvətə yüksəldəndə əsas olduğu kimi qalır. Qüvvət üsləri bir-birinə vurulur. Və iki ədədin hasilini qüvvətə yüksəldəndə onları ayrı-ayrılıqda həmən qüvvətə yüksəldib vurmaq olar. Məsəl üçün, belə bir nümunə deyək. Məsəl üçün, vermişəm 7 vurulsun A-nın kvadratı. Bunun mötərizəsini açmaq üçün 7-ni ayrıca kvadrata yüksəldirik, ayrıca A-nı kvadrata yüksəldirik. Kvadrat olmasa digər qüvvətli ədədlərin, yəni bütün həqiqi ədədlər dura bilər orada. Hətta kökaltılar, yəni bütün həqiqi ədədlər orada daxildir. İndi mən kvadrat yazdım. 7-nin kvadratı 49, A-nın kvadratı eləyir. Bu şəkildə və eyni zamanda bölən zamanda qüvvətə yüksəltdikdə ayrı-ayrı surəti və məxrəci qüvvətə yüksəldib bölmək lazımdır. Bu şəkildə. Deməli, bu qüvvətin əsas xassələri idi. Qüvvət üslü ifadələri müqayisə eləyən zaman, tutaq ki, bizdə A-nın üstündə X-la A-nın üstündə Y verilibdir. Onda əsasların müqayisə eləyən zaman əsasa mütləq diqqət eləməliyik. Əgər əsasımız birdən böyük ədəddirsə, məsəl üçün 1,5 olsun, 2 olsun, 5 olsun, 7 olsun və s. Əsasımız birdən böyük ədəddirsə, əgər x-ımız da y-dan böyükdürsə, onda A-nın üstündə x, A-nın üstündə y-dan böyükdür. Məsəl üçün belə deyək, vermişik tutaq ki, 2-də 11-in üstündə tutaq ki, 3,5 mi böyükdür, yoxsa 2-də 11-in üstündə 2,5 mi böyükdür? Birinci diqqət eləyəcəyimiz yer əsasdır. Əsasımız 2-də 11, 5,5 eləyir. Yəni, birdən böyük ədəddir. Onda üstlərdən hansı böyüksə o tərəf böyük sayılacaq. Bu şəkildə müqayisəmizi aparırıq. Yox əgər, bu birinci qaydamız. Yox əgər əsas 2 dənə qüvvəti müqayisə edən zaman əsasımız 0 ilə 1-in arasında dayanan ədəddirsə, onda üstlərdən hansı böyükdürsə, ümumi ifadədə həmən tərəf kiçik olacaq. Yəni, məsəl üçün, vermişəm 0,2-nin üstündə 7 mi böyükdür, yoxsa 0,2-nin üstündə 6 mı böyükdür? Təbii ki, 0,2-nin üstündə 6 böyükdür. Yəni, əsasa baxırıq, əsasımız 0-1 arasındadırsa, onda üstlərdən balaca olan böyük sayılır. Bu şəkildə bizim üslü funksiyaya giriş hissəmizdir. Keçək üslü funksiya ümumiyyətlə özü nədir? Üslü funksiya ümumilikdə y bərabərdir A üstündə x şəklində funksiyaya üslü funksiya deyilir. A-mız burada həqiqi ədəddir, yəni istənilən ədəd ola bilər. Sadəcə üslü funksiyada belə bir qadağa var ki, A-mız 0-dan böyük olmalıdır mütləq və A-mız 1-dən fərqli olmalıdır. 0-dan böyük, 1-dən fərqli istənilən həqiqi ədədimiz ola bilər. 0-dan böyük, 1-dən fərqli. Yəni, A-mız, x-ımız isə ümumiyyətlə istənilən ədəddir. Yəni, mənfi, müsbət fərqi yoxdur, kökaltı ümumiyyətlə istənilən ədəddir. Yəni, bu şərti bilmək çox vacibdir burada. A-mız mütləq müsbət olmalıdır və 1-dən fərqli olmalıdır və x-ımız da istənilən həqiqi ədəd ola bilər. İndi burada, məsəl üçün, nümunələrə baxaq. Tutaq ki, vermişəm 5 üstündə x üslü funksiyadırmı? Bəli.
2'də 1 üstündə x belə bir üslü funksiya ola bilərmi? Bəli, y bərabərdir. Təbii ki, yazmalıyam burada. Y bərabərdir kökdə 2-nin üstündə x. Belə bir üslü funksiya ola bilərmi? Bəli. Üslü funksiyanın qaydalarını ödəyir, belə deyək. Çünki 5'imiz 0-dan böyükdür və 1'ə bərabər deyil. 2'də 1 0-dan böyük. Qısası əsasımız müsbət və 1-dən fərqli olmalıdır. Məsəl üçün vermişəm, tutaq ki, mənfi 7'də 1'in üstündə tutaq ki, x, y bərabərdir belə bir funksiya. Belə bir funksiya üslü funksiya sayılırmı? Bəli. Deyərsiniz, müəllim, bəs dediniz mənfi olmaz. Mənfi üslü funksiyaya görürsünüz, aidiyyatı yoxdur. Üslü funksiyamız əslində bu hissədir. Mənfi onun qarşısındadır. Yəni, əslində bizdə əsasımız 7'də 1'dir. Amma bu şəkildə versəydim, y bərabərdir, məsəl üçün, mənfi 7'də 1'in üstündə x. Bu üslü funksiya sayılmır. Çünki üslü funksiyada x-in əsasımız hal-hazırda bütün mötərizədir. Yəni, mənfi 7'də 1. Mənfi 7'də 1 də mənfi ədəddir. Mənfi ədədlərdə də biz dedik, üslü funksiyaya baxmırıq. Üslü funksiya qadağalı funksiyadır. Yəni, biz bu üslü funksiyaya, loqaritmaya qədər bəzi qadağalar keçmişik. Məsəl üçün, qadağa olan hissələri tez-tez xatırladacağım. Çünki o bizə hər dəqiqə lazım olacaq. Bərabərsizlikdə, tənlikdə, kök alan zaman, ümumiyyətlə funksiyaların özündə həmişə bizə qadağalı hissələr vacibdir. Sıfıra bölmə olmaz. Bir qadağanı burada öyrənmişik. İbtidai sinifdən ki, sıfıra bölmə olmaz. Birini burada öyrənmişik. İkinci qadağanı öyrənmişik ki, sonradan kök altıları keçdik. Dedik ki, kökün altında cüt dərəcələrdə, yəni 2n dərəcələrdə, cütlərdə, 2-də, 4-də, 6-da, 8-də kök altı ifadəmiş mütləq müsbət olmalıdır. İkinci qadağamız bu idi. Üçüncü qadağamız o idi ki, mənfi ədədin kəsir üstü, məsəl üçün 2'də 1 ya 3'də 1 fərqi yox. Kəsir, üstə dayanan kəsirdirsə, əsas heç vaxtı mənfi ola bilməz. Mütləq sıfırdan böyük, sıfıra bərabər ola bilər. Sıfırdan böyük, sıfıra bərabər ola bilər. Yəni, kəsir üstü qüvvətin, mənfi ədədin kəsir üstü qüvvətinə baxılmır. Üçüncü qadağanı burada öyrənmişdik. Ondan sonra indi yavaş-yavaş gəlirik loqaritm bölməsinə. Loqaritm bölməsində də bəzi qadağaları görəcəyik. Davam edirik dərsimizə. Bu üslü funksiyanın nə olduğu. Deyək ki, məsəl üçün, deməli, bizdə y bərabərdir 0'ın üstündə x, bir də y bərabərdir 1'in üstündə x, bax, bu ona bir xüsusi qeyd kimi deyirəm sizə. 0'ın üstündə x və 1'in üstündə x ümumiyyətlə belə deyək, sabit funksiyalardır. Yəni, üslü funksiya kimi yox. Yəni, bunun qiyməti nə qoysaq da 1'dir. Zaten bunun da qiyməti nə qoysaq da 0'dır. Sadəcə x-a mənfi ədəd ümumiyyətlə qoya bilmərəm burada. Ümumiyyətlə, yəni, belə də bunlar sabit funksiya sayılır. Üslü funksiya kimi götürmürük. Keçək üslü funksiyamızın xassələrinə. Üslü funksiyanın xassələrinə bir dənə diqqət edək. Funksiyanın özünü yazıram. Y bərabərdir a-nın üstündə x funksiyası. Üslü funksiyada iki halı nəzərdən keçirdəcəyik. Hər zaman ümumiyyətlə bu loqaritm bölməsində biz iki hissəli baxacağıq. Birinci hissəmizdə a-mız 0-la 1'in arasında. İkinci hissəmizdə, ya birinci hissəni belə götürək ki, a-mız 1'dən böyük. Birinci hissəmiz a-ya 1'dən böyük deyək. İkinci hissəmizdə fərz edək ki, a-mız yerləşir 0-la 1'in arasında. 0-la 1'in arasında. Əgər a-mız 1'dən böyükdürsə, məsəl üçün vermişəm y bərabərdir 2 üstündə x, 3 üstündə x, nə bilim 2,5'in üstündə x və s. Əgər a-mız 1'dən böyük ədəddirsə, 1 a bəndi. Belə funksiya monoton artan funksiya sayılır. Monoton artan funksiya sayılır. B bəndi. DF-i, yəni təyin oblastı, yəni x-i hər şeyi ala bilər. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa. C variant. YF-i, yəni qiymətlər oblastı, yəni y-ın aldığı qiymətlər ancaq müsbətləri ala bilər. Sıfırdan müsbət sonsuzluq. D variantı, deməli, nə tək, nə cüt funksiyadır, nə tək, nə də cüt funksiyadır. Bunu dərsi keçən dəfə də izah eləmişdim. Nə tək, nə cüt funksiya odur ki, eyni zamanda x-a əks qiymət, məsəl üçün bir dənə istənilən üstü funksiyanı götürürəm. Tutaq ki, kökdə 2'nin üstündə x funksiyasını götürürəm. X-a əgər əks qiymətlər verirsənsə, məsəl üçün,
Mənfi 1 ilə verək 1 rahat olsun deyə biraz balaca verək. Mənfi 1 ilə 1 əks qiymətdir. Əgər y-ı eyni alsan, o cüt funksiyadır. Y-ı əks alsan, tək funksiyadır. Əgər tamamilə başqa ədədlər alırıqsa, nə tək, nə cüt funksiyadır. Götürək x-ə mənfi 1 ilə 1-i verək və hesablayaq. Mənfi 1 verəndə kökdə 2-nin üstündə mənfi 1 eləyəcək. Bu da kökdə 2-də 1 eləyir. 1 verəndə y-ımız olacaq kökdə 2-nin üstündə sadəcə 1, yəni kökdə 2. Kökdə 2-də 1 ilə kökdə 2 tamam ayrı-ayrı ədədlərdir. Yəni biri birinə bərabər deyil. Bu təqribən 1,4-dür. Bu təqribən 0 nədir? Çünki biri 1,4-ə böləndə 0 nə qədərsə düşəcək. Tamamilə ayrı ədədlərdir. Tamamilə ayrı ədədlər olanda deyirik ki, nə tək, nə də cüt funksiyadır. Amma elə funksiya var ki, x-ə əks qiymətlər verirsən, eyni şey alırsan. Məsəl üçün, indi bir dənə burada nə tək, nə cütlükdən də bir-iki kəlmə deyək ki, öyrənə biləsiniz. Məsəl üçün, ayrı götürək x-in kvadratı funksiyasına. Ya x-in kvadratı. Məsəl üçün, x-a burada deyək, tutaq ki, mənfi 5, bir də deyək 5. İndi burada eyni qiymətlər alacağıq axı. Çünki mənfi 5-in kvadratı da, müsbət 5-in kvadratı da, hər ikisi 25-dir. Yəni, x-a əks qiymətlər verəndə eyni şeyi alıram. Onda belə funksiyaya deyirlər ki, onlar cüt funksiyadır. Bu şəkildə. Qısası bizə bugün üslü funksiya lazımdır. Üslü funksiyanın xassiyələrindən biri odur ki, nə tək, nə də cüt funksiyadır. Heç birisinə aid deyil. Keçək ikinci halımıza baxaq. İkinci halımızda öyrəndik ki, A-mız 0-1 arasında olanda üslü funksiyanın hansı xassiyələri var? Məsəl üçün, A-mız 0-1 arasında olanda bir dənə nümunə deyək. Tutaq ki, 7-də 1-in üstündə x vermişəm və yaxud da ki, mənfi 8-də 1-in üstündə mənfi 8-də 1-i mötərizədə yazanmaram, onda üslü funksiya olmayacaq. Yəni, bunu buradan mənfisini çölə qoya bilərəm. Problem yoxdur. Deməli, mənfi 8-də 1 bu şəkildə x. Bax, bu A-sı 0-1 arasında olan ədədlərdir. İndi hələ ki, biz müsbətləri nəzərdən keçirək, mənfiləri bir başqa deyərik. Deməli, üslü funksiyanın xassiyələri odur ki, A bəndi monoton azalır. Monoton azalan funksiyadır. Yəni, bunu qayda dəftərinə səliqə ilə dərsə baxaraq köçürdün. Həm siz yazın, öyrənin, həm də təkrar-təkrar videoya baxa bilərsiniz. Monoton azalan funksiyadır. B variantı D f-imiz mənfi sonsuzluqdan müsbət sonsuzluğa hər şeyi alacaq. Y f-imiz C variantına baxırıq. Y f-in qiymətləri 0-dan müsbət sonsuzluqdur yenə də. Və D variantı nə tək, nə də cüt funksiyadır. Ümumiyyətlə, üst funksiya nə tək, nə cüt funksiyadır, nə də cüt funksiyadır bu şəkildə. İndi qaydaq biz qrafiklərimizə baxaq. Məsəl üçün, artan funksiyada, yəni A-mız əgər 1-dən böyükdürsə, onda onun qrafikinə diqqət eləsək, qrafikində, deməli, qrafikdə y oxunu hardan keçir? X-a 0 verəndə istənilən ədədin 0-cı qüvvəti 1-ə bərabər olduğuna görə, bax, 1-dən keçən və bu şəkildə artan funksiyadır. A-sı 1-dən böyük halın qrafiki budur. Amma azalan funksiyanın grafikini nəzər yetirsək, yenə də A-nın bir qiymətinə keçir. Məsəl üçün deyək, bu funksiyada gətirib x-a 0 versək, 7-də 1-in üstündə 0, 1 eləyir. Yəni, y oxunu bir nöqtədən kəsib keçir, üz aşağı düşən qrafik olur, amma nə qədər düşsə də x oxuna heç vaxtı toxunmur. Azalan funksiyadır, qrafik aşağıya doğru düşür, amma heç vaxt x-in mənfi tərəfinə, y-ın mənfi tərəfinə keçmir və x oxuna da ümumiyyətlə dəymir. Çünki y orada 0 ola bilməz. Hansı ədədi, hansı qüvvəti qoyaq ki, y-ı 0 alaq? Yəni, elə bir ədəd yoxdur ki, onun biz hansı qüvvətini tapaq və orada 0 alaq. Ancaq 0-ın hansı qüvvətini tapa bilərik, o halda biz baxmırıq üslü funksiyalarda. Bu şəkildə üslü funksiyaların xassiyələri hər iki hal üçün həm A-mız 1-dən böyük, həm də A-mız 0-1 arasında olan hal üçün belə bir üslü funksiyanın ən böyük qiyməti və ən kiçik qiyməti yoxdur ümumiyyətlə. Çünki üslü funksiyanın belə bir halı yoxdur. Ən böyük, ən kiçik qiymətləri biz indiyənə qədər funksiyaların içində bir kvadratik funksiyada demişik ki, onun ən böyük və ya ən kiçik qiyməti var. Təbii ki, bir də sinus, kosinus, trigonometrik funksiyalarda bu belədir. Sinusdan kosinusun ən böyük və ən kiçik qiymətləri var. Tangensindən kotangensin isə belə bir halları yoxdur. İndi bunları da zaman-zaman az-az vurğulayacağım. Deməli,
üslü funksiyadan biz qrafikləri də öyrəndik. Sonra burada bəzi xüsusi hallarımız var. Onları da nəzərdən keçirək. Üslü funksiyaların bəzi xüsusi hallarına baxaq. Riyaziyyatda iki cür ədəd var. Biri pi ədədidir. Biri pi ədədidir ki, bunu 6-cı, 5-ci sinifdən artıq bilirik ki, 3,14-dür təqribi qiyməti. Biri də e ədədidir. Qiyməti təqribən 2,7-dir ki, biz bugündən sonra e ədədini çox tez-tez istifadə edəcəyik. Məsəl üçün, sizə belə bir üslü funksiya versə, pi-nin üstündə x və yaxud da ki, y-nin üstündə x funksiyası hər iki halda bilirsiniz ki, pi də 1-dən böyükdür və y də 1-dən böyükdür. Deməli, pi üstündə x funksiyası a 1-dən böyük hal üçün hər ikisi 1-dən böyük halın xassələrini daşıyır. Yəni, artandılar, nə tək nə cüddülər, x mənfi sonsuzluqdan müsbət sonsuzluqdadır. Yəni, biraz yuxarıda a-mız 1-dən böyük halın xassələri nə idisə, pi üstündə x-la y üstündə x funksiyalarını görəndə bilin ki, bu xassələrə malikdirlər. Sonra burada biz belə bir şeyə baxa bilərik ki, qrafik baxaq. Məsəl üçün, artan funksiya bilirik ki, bir nöqtəsindən keçir və artmağa doğru meyilli funksiyadır. Bu şəkildə. Biri olsun a üstündə x-ın ki, biri olsun b üstündə x-ın ki. Belə bir qrafiklər verir və deyir ki, a ilə b-nin müqayisəsini apar, hansı böyükdür. Mən də dedim ki, a-mız y oxuna nə qədər yaxındırsa, ümumiyyətlə qrafik y oxuna nə qədər yaxındırsa, belə deyək, onda bunun əsası o qədər böyükdür. Yəni, a-mız burada b-dən böyük sayılacaq. Amma azalan funksiyalarda, əgər bu artan funksiyalardaydısa, a üstündə x-də a-mız 1-dən böyük halın qrafikdir, görürsünüz ki, bu. Amma azalan funksiyaların qrafiklərinə baxsaq, tutaq ki, 2 dənə azalan funksiya götürmüşəm. Biri belə, biri də bu şəkildə bir nöqtələrindən keçən və üz aşağı düşən 2 dənə funksiya götürmüşəm. Bu funksiyalarda buna deyək c-nin üstündə x, burada deyək d üstündə x. Qrafik nə qədər y oxundan məsafəsi uzaqda qalırsa, həmən o d c-dən böyük olacaq. Çünki bu azalandır. Yəni, y-a yaxın olanın yox, uzaq olanın götürəcək. Elə bir fikirlərimiz sanki belə deyək tərs çevrilir. Sonra burada başqa bəzi hissələrimizi də deyək və dərsimizi yekunlaşdıraq. Tutaq ki, bizə veribdir y bərabərdir. Tutaq ki, 7 üstündə x-ın qrafiki. Təxmini olaraq mən bilirəm ki, bunun qrafiki 1-dən keçib və artan qrafikdir. Bir də mənə deyir ki, y bərabərdir. Y bərabər mənfi 7 üstündə x-i üstü funksiyadırmı? Bəli, çünki üstə aid olan hissə, yəni 7 1-dən böyük sayılır. Və bu mənfi, daha doğrusu sıfırdan böyükdür, mənfi çöl tərəfdədir. Yəni, bizim bildiyimiz 7 üstündə x-i tam tərsinə çevirəcək. Bax, bunun qrafiki olacaq. X-ımıza 0 qiymətini versəydik, y bərabərdir. Mənfi 7 üstündə 0 olur. 7-nin üstündə 0-ı təbii ki, birinci hesablamalıyam. Eləyir 1 və eləyir mənfi 1. Yəni, mənfi bir nöqtəsinə keçib həmən qrafik sanki belə deyək də, bax, bu şəkildə həmən qrafik sanki tərs oxa çevrilir. Əks qrafiklər alınır da, belə deyək. İndi həmçinin də bir dənə də kiçiklik halı üçün də baxaq, 0-1 arasında olan hala baxaq. Məsəl üçün, vermişəm 7-də 1 x-ın qrafikini, bir də vermişəm mənfi 7-də 1 x-ın qrafiki. Bax, bu 7-də 1 x-ın qrafikini çəkirəm əvvəlcə. Təbii ki, azalandı. Azalanın qrafiki bu idi, düzdürmü? 1-dən keçir və azalmağa doğru meyillənir. Amma mənfi 7-də 1 x, bunu tam tərsinə çevirən bir qrafik olacaq. Yəni, mənfi 1-dən keçir. Baxın, burada deməli mənfi bir nöqtəsini qeyd edirəm və qrafikimiz simmetrik şəkildə, baxın, simmetrik şəkildə, bu şəkildə tərsinə sanki çevrilir. İndi baxaq digər xüsusi hallarımıza, testlərimizi işləyə bilməkdən ötəri dəfələrlə videoya baxmağınızı xahiş edirəm. Baxaq digər xüsusi hallara, qiymətlər çoxluğunun tapılması hallarına. Yəni, bizim belə bir xüsusi hal funksiyamız var. Uşaqlar, funksiyanı yaxşı yadımızda saxlayırıq. Y bərabərdir x plus x-da 1 deyilən bir funksiyamız var. Bu funksiya, belə deyək, qiymətlər oblastına görə hansı qiymətləri alır? Əgər x-ın üzərində heç bir şərt qoymursa ki, x müsbətdir və ya mənfidir, deyirlər belə bir funksiyanın qiymətlər oblastı, yəni y-ı nələr ala bilər? Çox tez-tez qarşınıza çıxacaq bir funksiyadır, yəni xüsusi funksiyalardan biridir.
Tez-tez də qabağımıza çıxır. Məsəl üçün tangens, kotangenslər də bu qabağımıza çıxacaq. Trigonometriyanı bilənlər bilir ki, tangens kotangensin tərsidir. Yəni tangens üstə gəlsin kotangens x, elə bu tangens x plus tangens x da 1 deməkdir. Yəni buna oxşayan bir funksiyadır. Qabağımıza çıxacaq, zamanla öyrədəcəm. YF-imizə baxsaq, yəni y nələr ala bilər burada? Y ala bilər mənfi sonsuzluqdan mənfi 2-yə qədər, mənfi 2 daxildir. Nə zaman mənfi 2-ni alır? X-imıza mənfi 1 verəndə. Mənfi 1 verəndə və birləşir 2-dən müsbət sonsuzluğa. Bax, belə bir qiymətlər oblasti var. Xüsusi hal funksiyalardan sayılır və bunu belə də əzbərləmək lazımdır. Əgər şərt versə ki, yox, x-ın imenna 0-dan böyükdür, müsbət ədəddir, onda y bərabərdir x üstə gəlsin x-da bir funksiyasının YF-i nədir, yəni qiymətlər oblasti nədir? Onda mən YF-ə deyəcəm ki, 2-dən müsbət sonsuzluğa, yəni eyni formanın mənfi tərəfini sanki tollayıram. Əgər yox desə ki, x-ın imenna mənfi ədəddir, bəs onda nədir? Onda mənfi sonsuzluqdan mənfi 2-yə qədər deyəcəm. Desək ki, ümumiyyətlə heç birisini adını çəkməsək ki, x müsbətdir və yaxud da ki, mənfidir, heç bir şərt qoymursa, onda bu yuxarıda dediyim kimi mənfi sonsuzluqdan mənfi 2-yə, 2-dən müsbət sonsuzluğa götürəcəyik. Bu belə xüsusi hal funksiyalarımızdan biridir. Diqqətlə baxın və əzbərləyin. İndi mənə versə ki, deməli, y bərabərdir. Deməli, y bərabərdir. Y-nin üstündə x plus x-da 1. Bax, belə bir üslü funksiya verir. Görürsünüz, üslü funksiya əsas y-dir. Y-miz də təqribən 2,7-dir. Yerinə 2,7 qoymağa ehtiyac varmı? Xeyr, yoxdur. Sadəcə olaraq beynimdə düşünməliyəm ki, y əgər 2,7-dirsə, söhbət burada artan funksiyadan gedir. Vəssalam, artan funksiyanın xüsusiyyətlərini, xassələrini bilməliyəm. Qalan heç nə, yəni y-nin üstünə 2,7 qoymağa ümumiyyətlə misallarda ehtiyac olmayacaq. Nətər ki, pi-nin yerinə adətən 3,14-ü heç qoymurduq məsələləri, elə pi-lə də cavab alırdıq. Burada da belə olacaq. Əgər mənə desə ki, x-ım 0-dan böyük bir ədəddir və ya mənfi ədəddir. Tutaq, götürək ki, 0-dan böyükdür. Bəs belə bir funksiya ən az nəyi ala bilər? Ən az nəyi ala bilər? Ən kiçik qiymətini istəyirəm. Ən kiçik qiymətini. X-ımız 0-dan böyük olanda, belə götürək də, bizim üslü funksiyanın tək halına baxanda, bayaq da izah elədim ki, y üstü x-ın belə ən kiçik qiymət yoxdur. Ən böyük qiymət də yoxdur. Yəni, tək özünə baxanda. Bu biraz fərqli funksiyadır. Yəni, üstündə dayanan fərqlidir. Onda ən kiçik, ən böyük qiymətlər haqqında danışa bilərik. Hamısından mı olacaq? Yox. İndi baxır xüsusi hallar. Məsələn, burada olacaq. Bunun ən kiçik qiyməti var. Niyə? Çünki x üstə gəlsin x-da 1-in ən kiçik qiyməti var. O da 2-dir. 2-dir. Niyə 2-dir? Çünki x-ım 0-dan böyükdür. Bax, yuxarıda dediyim şərtlər ki var. Bax, bu şərtlərə baxırıq. Ən az nəyi alıbdır? 2-ni alıb və müsbət sonsuzluğa doğru gedib. Onda mənim y üstünə x plus x-da 1-im də ən az üstü 2 aldığına görə ən az y-nin kvadratını alacaq. Y-nin kvadratının yerinə y-ni 2,7 qoymağa ehtiyac yox. Zaten y-nin kvadratı sabit bir ədəddir. Yəni, bu funksiyalıqdan çıxır, qiymətdir. Bu sadəcə y-nin kvadratıdır. Yəni, hansısa 2,7-nin kvadratı nə eləyir o? Təxminən 27-nin kvadratı nə eləyir o? Yəni, bu şəkildə. Sabit bir ədəddir. Yəni, belə olduğu kimi də qalacaq. Növbəti hissəmizi izah edirəm. Növbəti hissəmizi, daha doğrusu xüsusi hal misallara baxırıq. Tutaq ki, mənə veribdir, y bərabərdir. Y bərabərdir. 12 üstündə sinus x funksiyası və ya kosinus x funksiyası tangesdən kotanges versə onu işləyə bilmərik. Yəqin ki, verməz. İşləyə bilmərik. Yox, tanges kotangesin ən kiçik, ən böyüyü yoxdur buna görə. 12 üstündə sinus x funksiyasının ən kiçik qiymətini, bir də ən böyük qiymətini tapa bilərikmi? Bəli. Normalda üstü funksiyada yoxdur, amma bunda var. Niyə? Çünki sinus x özü qadağalı məhdud funksiyadır, belə deyək. Qadağalı yox, məhdud funksiyadır. Yuxarıdan və aşağıdan məhduddur. Maksimum 1-ə qədər gedə bilər, minimumda mənfi 1 ala bilər. Sinus x-ın özü yekun qiymət olaraq ən az mənfi 1 alır, ən çox da 1 alır.
Mən sənə desəm ki, ən kiçik qiymətini tap, aparıb 12-nin üstünə -1-i qoyacağam. Yəni 12-də 1. Bu onun olacaq ən kiçik qiymət. Desəm ki, ən böyük qiyməti tap, aparıb 12 üstə 1 qoyacaq. Yəni yekun qiymət 12, bu da olacaq ən böyük qiymət. Deməli, bir bütövlükdə baxsaq, 12 üstündə sinus x 12-də 1-dən böyük bərabərdir, 12-dən də kiçik bərabərdir. Bu aralıqda olan qiymətləri alacaq. Bax, bu şəkildə. Üçüncü növ misalımıza baxsaq, y bərabərdir, vermişəm, tutaq ki, 2-nin üstündə 4x çıxılsın x kvadratı, çıxılsın 5 funksiyası. Kvadratik funksiyadır. Kvadratik funksiyamız da axı məhduddur, ya aşağıdan, ya yuxarıdan. Kvadratik funksiyanın məhdud olması üçün onun biz ümumilikdə ax kvadratı plus bx plus c halına baxırıq ki, bunu hər biriniz artıq keçmisiniz. A-mız sıfırdan böyük olduqda ən kiçik qiyməti olur. A-mız sıfırdan kiçik olduqda ən böyük qiyməti olur. Yəni, bu kvadраtik funksiyanın xüsusiyyətləridir. Gəlsək, bizim misala baxsaq, 4x çıxılsın x-in kvadratı, çıxılsın 5-ə baxsaq, görərik ki, bunu da biraz x-in kvadratını qabaqdan yazsaq, biraz səliqəli yazsaq, plus 4x çıxılsın 5-dir. Bu hissəsinə baxanda görürsən ki, A-mız -1-dir və bu A-mız -1-dir və A-mız -1 olduğuna görə, yəni A-mız kiçikdir 0 olduğuna görə, ən böyük qiyməti olacaq və ən böyük qiymətini də kvadratik funksiyaları keçəndə artıq öyrənmişsiniz. Ən böyük qiyməti 4ac çıxılsın b kvadratı bölünsün 4a-dan. Ən böyük qiymətini tapırıq, ancaq qüvvətin, yuxarı hissəni. 4ac-ni hesablasaq, biz eləyəcək 4 kərə 5-in 20 çıxılsın b-nin kvadratı, yəni 16 və bölünsün 4a-mız eləyir -4, yerinə 1 qoyub baxa bilərsiniz uşaqlar. 4 bölünsün -4-ümüz də eləyəcək nə? -1. Deməli, ən böyük qiymətin tapdıq -1. Onda bizim y bərabərdir funksiyamıza diqqət eləsək, biz yuxarını -1 tapmışıq. Ən böyük halda. Deməli, bu funksiya 2-nin üstündə ən çox -1 alacaq. 2-nin üstündə ən çox -1 alacaq. Ən çox, yəni 2-də 1 qiymətini alacaq. Deyərsin, mənim bəs ən az nəyi alır? Axı, üstü funksiyanın, belə deyək də, məntiqdən fikirləşsəz, görərsiniz ki, ən az qiymətini tapmaq olmur. Çünki yuxarıda getdikcə mənfiləşir, x-lara nə qədər böyük ədədlər versək, o qədər daha yüksək mənfi ədəd alacam yuxarıda, 2-nin üstündə. O da 2-ni 2-də 1-ə çevirib qüvvətə yüksəltəcək. Yəni, get-gedə 0-a doğru, bir dəfə 4-də 1, bir dəfə 8-də 1, bir dəfə 16-da 1, bir dəfə nə bilim 128-də 1, 2-ni get-gedə daha kiçildəcək. Amma mənfi tərəfinə ümumi y-ın qiymətindən söhbət gedir. Yuxarı mənfi qiymətləri alır. Amma ümumi y-ın özünə baxanda həmişə 2 üstündən bir qiymət götürəcək. O da maksimum yaxınlaşsa 0-a qədər yaxınlaşa bilər. 0-dan o tərəfə keçə bilməz. 0 maksimum qiymətimiz də 2-də 1-dir. 0-2-də 1 arasında 2-də 1-in özünü alırmı? Bəli, alır. Ona görə qapalı mötərizə qoymalıyam. 0-2-də 1 arasından qiymətləri götürəcək. Bu şəkildə uşaqlar, ümid edirəm ki, testin suallarını işləyəcəksiniz. Sağ olun, salamat qalın.